səhra cərrahı və ümumi cərrah və fiziatr, onkocərrah kimi bu sahələrdə nəsə deyə bilərəm. Qısa bir oxuduğumuz dövrdə və rast gəldiyimiz dövrdə varikozla bağlı bəli, bir çox üsullar var, müalicə üsulları da var. Lakin məsələ nədədir? Niyə görə əməliyyat deyirlər? Dərd orasındadır ki, əziz bizim izləyicilərimiz, əziz Azərbaycan xalqı, müsəlmançılığınıza salmayın. 5 qəpilik işi 50 manatlıq eləməyin. O dövrdə ki, onu müalicə eləmək mümkündür, insanlar müraciət eləmir. Deyir ki, boş şeydə özü keçər. Artıq o qədər qəlizləşdirirlər, o qədər fəsadlaşdırırlar ki, həkimə müraciət edən dövrdə artıq heç bir imkanlar qalmır konservativ üsula. Ona görə həkimlər məcburdur desinlər ki, cərrahi əməliyyatlar. Orada ablyasiya var, orada yandırma var, orada cürbəcür sklerozlaşma üsulları var. Fleboloqlar daha yaxşı bilər, cərrahlar daha yaxşı bilir. Əlbəttə, ilkin bir balaca bir nəsə damar görsənməsi falan olanda elastik bintləmə müalicədir. Xüsusi rejim, həyat rejimi, durmaq rejimi, oturduqda, misal üçün, ayaqlarını biraz hündürlüyə qoyub, bir mütəkkənin üstünə qoyub, ayaqları eləmək, ayaq üstə pəncənin üstünə qalxıb düşmək 30 dəfə, özünüzü belə çırpsanız, vibromasaj kimi də eləmək olur. Bütün bunlar hamısı çox gözəl təsir eləyir. Sonra batutlarda hoppanmaq, həm limfa drenajda, həm varikozun əlbəttə ki, profilaktikasıdır. Əlbəttə, müalicə üsulları var, çoxdur. Xüsusi at şabaldı deyilən bir vasitə var ki, yüngül vəziyyətlərdə onun içməsi, onun gelləri, həbləri çox gözəl təsir eləyir. Varikozları yığışdırmağa əlbəttə ki, kömək eləyir. Amma mərhələdən, hər şey mərhələdən asılıdır. Ona görə bizim də yanaşmamız odur ki, xəstəlikləri öncələyək. Ələxüsusda onkoloji ağır xəstəliyi öncələmək. Bugün kim siftədən, misal üçün, süd vəzləri çox gözəl biz müalicə eləyə bilirik. Amma momentində balaca bir xırda bir narahatçılıq olsa, bütün Azərbaycan xanımları süd vəzində bir narahatçılıq olduqda bizə müraciət eləsə xərçəngə yoluxmazlar. Bax, bunu dəqiq bugün deyə bilirik. Bu yenilikdirmi? Bilmirəm. Amma indiyənə kimi mən bunu deməmişdim. Danışaram. Deməli, ağciyər xəstəliklərində bir çox üsullar çoxdandır mövcuddur. Həm qədim şərqdən gələn texnologiyalar var, həm yeni texnologiyalar var. Mənim praktikamda ən uğurlu üsullardan biri qədimdə yoga sistemində olan pranayama üsuludur. Haradakı nəfəslə məşğul olan bir texnologiyadır yoga təlimi tərkibində. Qigong deyilən bir praktika var, Çin təbabətindən irəli gəlir. Orada həm nəfəs, həm hərəkət, həm düşüncəni vəhdəti orada hərəkət eləyir. Və ən effektli üsullardan da biri müasir texnologiyadır, yenə də Sovet hakimiyyəti dövründə olan Sovet alimi Aleksandr Buteykanın üsuludur ki, Buteyka nəfəs məşqi deyilən bir üsul var ki, uzun müddət, bir 3 aylıq məşq edəndə bir çox xəstəliklərin tam müalicəsinə vaqif ola bilirik. Nədir bunun əsas məsələsi? O çox sadə bir texnologiyadır. Əsas məsələ uzun nəfəs vermək, qısa nəfəs almaq. Ancaq burnundan 15 dəqiqə, təxmini belə göstərirəm. Uzun nəfəs vermək, saxlamaq, qısa nəfəs almaq. Bu metod nə işə yarayır? Bu iş nəyə yarayır? Biz nəfəs verdikdə bronxlarımız boşalır. Bütün xəstəliklər isə bronxların sıxılması nəticəsində baş verir. Onlar sıxılırlar, açılmırlar. Ona görə nəfəs çatmır. Hava getmir. Bronxial asma, obstruktiv bronxit və s. iltihabi proseslər. Onlar sıxıldıqca spazm yaranır, qan dövranı pozulur və s. kimi bu problemlər hamısı oradan irəli gəlir. O nəfəs məşqini amma daim eləmək lazımdır. Gündə 3 dəfə, 15 dəqiqədən, ən azı 3 ay ərzində. İnsanlar da elə bilir ki, 1-2 dəfə eləməklə bütün sağala bilirlər. Bizim ümumiyyətlə insanlar tələskəndirlər. Onlar elə bilirlər ki, tez bax bu dəqiqə nəsə ver, hansısa bir həbdən ver, iynə vur, sistem qoş, nədirsə tez bir dənə sağalıb, ondan da qutarım. Yardımçı kimi yarayar. Qızdırma kəsmək, qanı kəsmək, ağrını kəsmək, qısa bir sürədə, qısa bir dövr üçün o yararlıdır, amma müalicə deyil. Biz sağlamlıq deyəndə biz şəxsiyyətin fiziki, psixoloji və ictimai rifahını nəzərdə tuturuq. O rifah isə bir dəqiqəlik, 5 dəqiqəlik işlə alınması deyil. Ona gərək xüsusi dünya görüşü olsun, xüsusi yaşayış tərzi olsun. Bunu da artıq danışdığımız mövzuya aiddir. Onu da kimsə təşkil eləməlidir. İnsanlar tələsməməlidir. Misal üçün, şəhər əhalisi çox tələskəndir.
Amma kənd əhalisi çox rahat, çox sakitliklə hər bir işi görən bilər insanlardır. Amma bugün kənd əhalisi getdikcə sürətlə azalır, urbanizasiya gedir, kapitalizmin bir işarəsidir, urbanizasiya, şəhərləşmə gedir, həmin urbanizasiya deyilən proses və hamı şəhərə toplaşıb bir çox problemlər olur. Bizim bir neçə platformalarda bu haqda geniş çıxışımız var deyə ona görə burada çox vaxt almaq istəmirəm. Deyirdim, bu mövzuda fikirlərinizi öyrənim. Sağlam oruc olmağın yolları və ya imsakda, iftarda nələr yeyək, nələr içək ki, oruc həm də bizim səhhətimizə faydalı olsun? Orucluq çox gözəl bir şeydir və oruc tutanların hamısını oruçları qəbul olsun deyirəm və öz həkim kimi öz fikrimi bildirmək istəyirəm. Dini oruçluqların məramı başqadır, tibbi oruçluqların məqsədi başqadır. Biz elmi faktlara əsaslanıb müəyyən bir bilik veririk. O biliklə kim necə istifadə eləyəcəksə artıq özü bilər. Tibbi oruçluq nədir? Tibbi oruçluq odur ki, insan orqanizmini müəyyən toksinlərdən təmizləsin. Bunun ən uyğun vasitəsi 16 saatdan çox olmaqla aclıq saxlamaq, amma istənilən anda su istifadə eləmək. Su qəbulu olsun, maye qəbulu olsun, təmiz su, filtrlənmiş su və s. bulaq suyu istifadə oluna bilər. 24 saat, həftənin bir günü 24 saat ac qalmaq, tamamilə ac qalmaq bu çox faydalıdır. İnterval qidalanma deyilən bir artıq üsul ortada var ki, o göstərir ki, 15 saat aclıqdan sonra orqanizmdə apoptoz başlayır və lazımsız, atipik, zəif, xərçəng hüceyrələri yeyilir. Orqanizm öz tərəfindən məhv olunur və təmizlənir. Ona görə də, əgər misal üçün yay ərəfəsində bu çox gözəl olardısa, deyək ki, gün çıxandan gün batana kimi İslam dinində oruçluq tutulur və burada 15 saatdan artıq vaxt sürərsə, bu həm də tibbi oruçluq kimi qəbul oluna bilər. Amma indiki bu qış ərəfəsində gün çıxandan gün batana mən bilmirəm neçə saat keçər. Yəni 11 saat keçər, 12 saat keçərmi? O da tibbi oruçluqla uyğun deyil. Üstəlik, dini oruçluqda səhər yemək yeyirlər, bir də gün batandan sonra yemək yeyirlər. Yeməyin də qaydası var, yeməyin həcmi var və s. var. Əgər insanlar həm dini oruçluğu tutub, həm də faydalanmaq siz dediyiniz kimi eləmək istəyirlərsə, mənim məsləhətim budur. Çalışın isti su için oruçluq qurtardıqda və çox yemək yeməyin. Ələxüsusda mal əti, quzu əti, xəmir yeməkləri, bir də şəkərlər yeməyin. Yeməyinizi cürbəcür paxlalarla, düyü, qarabaşaq, vələmir, mərci, cürbəcür suplarla, kaşalarla, sıyıqlarla, salatlarla, bu kimi şeylərlə daha çox meyvə tərəvəz salatları ilə, smuzilərlə, cürbəcür mikslərlə və s. davam eləmək daha məsləhətdir.